Ramiz Ənvəroğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad olunub. Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Əlavə edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193.1.3c cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham edilir. Ramiz Mehdiyevin həbsi xəbərindən sonra prosesin davamlı xarakter alacağı ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Ekspertlər hesab edirlər ki, sabiq PAR rəhbərinə yaxın olan şəxslərin də saxlanılması mümkündür. Onların sırasında hazırki və keçmiş məmurların da ola biləcəyi istisna olunmur. Global Info tıra asa danışan ekstrasens və ezoterik Zirəddin Rızayev maraqlı açıqlama verib. Onun sözlərinə görə Ramiz Mehdiyevin həbsi ilə bağlı proses 2 nəfərin cəzalandırılması ilə nəticələnə bilər. İddia etmirəm ki, Ramiz Mehdiyevi mütləq həbs edəcəklər. Ancaq onun Cinayət Məcəlləsi üzrə cəzalandırılacağına əminəm. Hazırda məsuliyyətə cəlb edilənlərin sayı kifayət qədər çox ola bilər. Ancaq ehtimal edirəm ki, Mehdiyevin arxasınca daha 2 nəfər də cinayət məsuliyyətinə cəlb ediləcək. Zirəddin Rızayev əlavə olaraq belə bir fikir də səsləndirib. Nədənsə Ramiz Mehdiyevi həbsdə görmürəm. Amma onun düşdüyü vəziyyət həbsxanadan da daha ağırdır.